Hal-hazırda zulümlər çox böyükdür və rəsmi statistikaya görə Qəzzada 2023-cü ildən bu günə qədər hər gün 28 uşaq öldürülür. Bu hələ rəsmi statistikadır. Qeyri-rəsmi isə Allah bilir. Dəyərli qardaşlar, Allah Azze ve Celle Quran-ı Kərimdə buyurur ki: وَلَا تَحْسَبَنَّ اللّٰهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ الْأَبْصَارُ. Allah Azze ve Celle buyurur ki, sen zalimlerin ettiği əməllərdən Allah'ı əsla xəbərsiz sanma. Lakin Allah Azze ve Celle onların cəzasını gözlərin bərələ qalacağı günə saxlamışdır. Yəni qiyamət gününə. Bakın değerli kardeşler, bu ayet-i kerime açık şekilde bildirir ki, yeryüzünde bizim bildiğimiz ve bilmediğimiz bütün zulümleri Allah Azze ve Celle bilir ve o zalimlerin cezasını ise gözlerin bərələ qalacağı o kıyamet gününe saklamıştır. Bu ise daha şiddetlidir.